Salam əziz 9-cu sinif imtahana hazırlaşan uşaqlar. Bugün mən sizin üçün bir sualın izahını çəkirəm. Bu sual deməli 2025-də buraxılış imtahana düşmüş sualdır. Deməli bu sualda bizə nə deyir? Deyir histoqrama əsasən PX və QX bir hədləri verilib və bu bir hədlinin hasilindən standart şəkildə yazın əmsal ilə dərəcəsinin cəmini tapın. Gəlin yazaq. Birincisi P bir hədlisini yazaq. Bilirik ki P bir hədlisi bax budur. Və Q isə budur. Deməli, P-də deyir ki, K vurulsun. Əvvəlcə yazaq. K vurulsun A üzərində M, B üzərində N. Buradan K-nın deməli 8 olduğunu gördük. 8 vurulsun A üzərində M. M 4-dür. B isə deməli B isə N. Yəni B üzərində N 6-dır. İndi gəlin Q bir hədlisini yazaq. Q-də də K-mız budur. Yəni 3 vurulsun A üzərində M. M də burada 5-dir. B üzərində N. N'imiz də burada olacaq 7. Deməli, P-ni vuraq Q-yə. P-ni Q-yə vuranda 3-ü vuracam 8-ə 24. Bilirik ki, əsaslarımız eynidirsə, hasildə qüvvətlər toplanır. Yəni 5 ilə 4-ün cəmi 9. B-də isə 7 ilə 6-nın cəmi eləyəcək 13. Biz də buradan sərbəst hədin 24, dərəcənin isə 9-13-ün cəmi olduğunu görürük. Yəni 24-ün üzərinə gələcəm 22, bu da bərabər olacaq 46-ya. Deməli, əmsalla dərəcəsi, daha doğrusu sərbəst hədlə əmsalın dərəcəsi, daha doğrusu sərbəst hədlə qüvvətin cəmi olacaq 46.